Tokyo dünyanın ən böyük və ən sıx məskunlaşmış şəhərlərindən biridir. Bu möhtəşəm metropol təkcə Yaponiyanın paytaxtı deyil, həm də texnologiya, mədəniyyət və iqtisadiyyatın qlobal mərkəzlərindən biridir. Hər il milyonlarla turist Tokyoya səyahət edərək onun futuristik göydələnləri, qədim məbədləri, müxtəlif mətbəxi və unikal mədəniyyətini kəşf edir. Bu videoda Tokyo haqqında ətraflı danışacaq. Onun tarixi görməli yerləri, ənənələri və həyat tərzi barədə maraqlı faktlar öyrənəcəksiniz. Tokyo'nun tarixi və inkişafı Tokyo'nun 1603-cü ildə Edo adlı ilə başlayır. O dövrdə şəhər feodal hökmdarları tərəfindən idarə edilirdi və Edo qəsri şəhərin əsas mərkəzi hesab edilirdi. 1868-ci ildə İmperator Meiji paytaxtı Kyotodan Edo'ya köçürdü və şəhər Tokyo'nun adını aldı. O vaxtdan bəri Tokyo Yaponiyanın siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi. İkinci Dünya müharibəsi zamanı Tokyo böyük dağıntılara məruz qalsa da, qısa müddətdə yenidən quruldu və sürətlə böyüyərək bugünkü müasir və texnoloji şəhərə çevrildi. Hazırda Tokyo dünyanın ən inkişaf etmiş və ən təhlükəsiz şəhərlərindən biridir. Tokyo'nun ən məşhur görməli yerlərindən biri Shibuya və Shinjuku gələcəyin şəhər mənzərəsi. Tokyo'nun simvollarından biri Shibuya keçididir. Dünyanın ən məşhur piyada keçidlərindən biri olan bu yer, gündə minlərlə insanın yolu kəsişdiyi möhtəşəm mənzərəyə sahibdir. Shibuya həm də gənclər üçün məşhur moda və əyləncə mərkəzidir. Shinjuku isə nəhəng biznes mərkəzi olmaqla yanaşı, gecə həyatı, restoranlar və Yaponiyanın ən hündür göydələnləri ilə tanınır. Burada yerləşən Tokyo Metropolitan Government Building'in müşahidə göyərtəsində şəhərin heyranedici mənzərəsini izləmək mümkündür. Asakusa və Sensoji məbədi qədim Yaponiyaya səyahət. Əgər Tokyo'nun tarixi və ənənəvi hissəsini kəşf etmək istəyirsinizsə, Asakusa ərazisi mükəmməl seçimdir. Burada yerləşən Sensoji məbədi Tokyo'nun ən qədim və ən çox ziyarət edilən buddist məbədlərindən biridir. Nakamisa küçəsində isə ənənəvi Yapon suvenirləri və küçə yeməkləri tapa bilərsiniz. Akihabara texnologiya və anime dünyasında həvəskarlar üçün Akihabara əsl cənnətdir. Bu məhəllə elektronika mağazaları, manga və anime dünyaları, Might Cafe adlanan unikal tematik kafeleri ilə tanınır. Burada həmçinin son texnoloji yeniliklər tapa bilərsiniz. Harajuku və moda kültürü Tokyo'nun ən maraqlı və fərqli yerlərindən biridir. Burada xüsusilə Takeshita küçəsində rəngarəng gənclər modasını K-pop və J-pop üslublarını müşahidə edə bilərsiniz. Harajuku Yaponiyadakı Kaşai şirin mədəniyyətin mərkəzi hesab olunur. Tokyo qülləsi şəhərin möhtəşəm görünüşü. Tokyo qülləsi Parisdəki Eyfel qülləsinə bənzəyən, amma ondan daha hündür olan bir televiziya qülləsidir. Gecə işıqlandırması ilə şəhərə xüsusi gözəllik qatır. Daha yeni və daha hündür olan Tokyo Skytree isə dünyanın ən hündür binalarından biridir və buradan bütün şəhəri izləmək mümkündür. Tokyoda mətbəx və yeməklər gastronomiyanın paytaxtı hesab olunur və burada minlərlə restoran mövcuddur. Yaponiyanın ən məşhur yeməklərini burada dadmaq mümkündür. Sushi və sashimi dünyada məşhur olan Yapon sushisini Tokyodakı məşhur balıq bazarlarında dadmaq olar. Ramen, müxtəlif növ ət suyu ilə hazırlanan bu ərişdə yeməyi Yaponiyanın ən məşhur küçə yeməklərindən biridir. Okonomiyaki, Yapon pankeki adlandırılan bu yemək müxtəlif tərəvəzlər, ət və soslarla hazırlanır. Yakiniku və shabu ət həvəskarları üçün xüsusi olaraq hazırlanmış ızqara və qaynar qazan yeməkləridir. Tokyoda nəqliyyat dünyanın ən müasir və effektiv sistemlərindən biridir. Metro sistemi son dərəcə dəqiq işləyir və şəhərin hər nöqtəsinə asanlıqla çatmaq mümkündür. Shihansen sürətli qatarı isə Yaponiyanın digər şəhərlərinə səyahət üçün ideal seçimdir. Tokyo'nun nizam intizamlı və təhlükəsiz nəqliyyat sistemi şəhəri turistlər üçün rahat və əlçatan edir. Tokyo səyahət üçün ən yaxşı zaman mart-aprel yaz aylarıdır və payız, sentyabr-noyabr aylarında da getmək ən əlverişli zamanlardan hesab olunur. Yazda şəhər Sakura albalı çiçəyi festivalı ilə rənglənir. Payızda isə parklar və bağlar qızılı və qırmızı rənglərə bürünür. Qış aylarında isə Tokyo
möhtəşəm işıq festivalları və yeni il tədbirləri ilə turistlərə unudulmaz anlar yaşadır. Tokyo, tarixin və müasirliyin ənənələrini və texnologiyanın bir araya gəldiyi unikal bir şəhərdir. Burada keçmişin izlərini tapmaq, gələcəyin texnologiyalarını görmək və Yapon mədəniyyətinin hər yönünü yaşamaq mümkündür. Əgər siz də Tokyoya səyahət etməyi düşünürsünüzsə, bu şəhər sizi təəccübləndirəcək və heyran qoyacaq. Bu videonu bəyəndinizsə kanalımıza abunə olmağı və videonu paylaşmağı unutmayın. Tokyo haqqında sizin fikirləriniz nələrdir? Şəhər haqqında daha çox nə öyrənmək istəyərdiniz? Şərhlərdə bizimlə bölüşməyi unutmayın. Təşəkkür edirəm.